Balakən şəhərində 2 mərtəbəli fərdi yaşayış evi satışa çıxarılır. Evin ön tərəfində pajandır. Yan tərəfdə gördüyünüz irəlidəki asan xidmətdir. Təxminən bir 50 metr asan xidmətdən irəlidə yerləşir. Gördüyünüz kimi tam 2 mərtəbəli evdir. Evlə bitişik navesdir. Navesin yan tərəfində yardımcı otaqdır. Torpaq sahəsi 7 sotdur. Dəmir reşotkalıdır. Birinci mərtəbəsi 3 pilləkən torpaq səviyyəsindən hündürdə tikilmişdir. Bu isə ambar kimi nəzərdə tutulmuşdur. Kubik daşdan tikilmiş su hövzəsi. Həyətinə aid ayaq yolusu. Qeyd etdiyim kimi 7 sot həyət yanı torpağı var. Tam 2 mərtəbəli evdir, yeni tikilmiş evdir. Evin arka tərəfində metra yarım gördüyünüz kimi yeri var. Qonşuyla aralıqda. Kombi sistemi bu hissəyə yerləşdirilib. Açıq balkonu var. Evin girəcəyində dəmir seyfli qapıdır. İri, geniş belə bir qonaq otağıdır. Gördüyünüz kimi patologları yığılıbdır. Hündürlük təxminən 3 metrdən çox olar. Bu isə mətbəx kimi nəzərdə tutulmuşdur. Xətlər, kanalizasiya xətləri, isti soyuq xətləridir. Atableniya yerləri qoyulmuşdur, gördüyünüz kimi. Döşəməsi isti poldur, yəni köklü poldur. İşlək vəziyyətlədir polu. Qeyd etdiyim isti polun deməli krantları, şlankları. Pilləkənlər alt hissəsi dəmirdən işlənilibdir. Girəcəyin deməli ön tərəfi geniş hamamıdır, tam təmirlidir. Yan tərəfində ayaq yolusu yenə tam təmirlidir. Burada da iri geniş qonaq otağı. Burada da tavanı tam alçıpanla yığılmışdır. İki tane yataq otağı var. İkinci mərtəbəsində də tavanı hündürlüyü 3 metrdən çox olar. İkinci mərtəbəsi tam təmirlidir. Otaqlar genişdir. Bu qapı açıq balkona çıxır. Gördüyümüz bu pilləkənlər 22 ədəddir. Qazı, işığı, suyu hamısı iştəkandadır. Satışa çıxarılacaq Kupçalıdır, qiyməti 180 min manata təklif olunur. Real alış şərti ilə yaxınlaşsanız qiymətdə endirim olacaqdır.